Belə bir suala baxaq. Qarşılıqlı təsirdə olan iki cismin kütlələri nisbəti M2 bölü M1 6 verilmişdir. Qarşılıqlı təsir zamanı birinci cismin aldığı təcil A1 3 olarsa, ikinci cismin aldığı təcillə baxın. Biz bilirik ki, Newtonun 3-cü qanununa əsasən qarşılıqlı təsirdə olan cisimlərə təsir edən qüvvələr modulca bərabər, istiqamətcə bir-birinin əksinədir. Deməli, biz əvəzləyici qüvvəni tapsaq F bərabər MA. Buradan təcili tapsaq, təcil olur F bölünsün M. Deməli, buradan görürük ki, qarşılıqlı təsirdə olan cisimlərin təcilləri kütlədən tərs asılıdır. Deməli, M2 bölünsün M1 bizə 6 verilibsə, deməli, A1 bölünsün A2 isə yenə də 6-ya bərabərdir. Çünki tərs mütənasib asılıdır. Bizdən A1-i 3 verib, 3 bölünsün A2 yoxdur. A2 bərabərdir 6. Buradan deməli A2-ni biz 0,5 tapmış oluruq. Deməli, təcilimiz 0,5 metr bölü saniyə kvadrat olacaq.